Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. 10 may 2026-cı il Bakıdayıq. Çox gözəl bir hava, 27 dərəcə isti var və bir öncəki videoda Batandartda Nəbabət bağını sizə təqdim eləmişdim. İndi isə ora çox yaxın bir məsafədə çox gözəl, lüks bir bina var və bu bina çox maraqlı, unikal binadır. İçində isə Söğütün 13-cü adlanan gözəl bir restoran var. İndi biz bu binaya, restorana daxil olmaq üçün öncə bu binaya daxil oluruq və bura artıq restoranın da giriş hissəsidir və həmçinin də burada bir çox biznes ofislər və s. var. İndi öncə bura baxacağıq. Baxın necə gözəl, unikal, təkrar olunmaz, maraqlı bir yerdir. Bura Bakıda, Batandartda yerləşir. Söğütün yazsanız konum olaraq gəlib çıxacaqsınız bura. Və əvvəlcə çölə baxıb sonra restoranın içinə baxacağıq. Restoran da çox maraqlıdır, gözəldir. Burada belə bir heykəl var, qız heykəli. Çöldən binanı çəkməyə icazə yoxdur, amma içəridən rahat şəkildə çəkə bilərsiniz. Gözəl fotozonlar var, reception. Bura isə Söğütün Söğütün restoran, lounge bar. Girişi buradadır. Maraqlı bir maşın, retro maşın. Söğütün 13-cü restoran, lounge bar. Çox maraqlı, burada da yenə fotozonlardır. Böyük ürək və içində Qız qalası, Xəzər dənizi və s. Bura isə Batandartın ana yollarından biridir. Gəlsəz rahat tapa biləcəyiniz bir yerdir. Qarşıda maşınları park eləməyə də yer var. Hər mərtəbədə belə maraqlı körpülər. İndi isə biz çıxacağıq restoranı nəyə görə çıxacağıq? Çünki 2 mərtəbədən ibarətdir. Əvvəlcə 1-ci mərtəbəyə, sonra isə yuxarı baxaq. Və daxil olduq Söğütün. Gözəl, unikal bir restoran. Retro bir restorandır. Qədim Bakının nümunələrini, qədimi əşyaları və s. burada görmək mümkündür. Kimlərsə burada nostalji hisslər yaşayacaqlar. Baxın, bu alətlər filan hamısı yuxarıda da görəcəyik. Çox maraqlı bir yerdir. Nərdivanlar hamısı dəmirdən. Çox fərqli bir yerdir, rahat şəkildə deyə bilərik. Bu tərəzilər yəqin ki xatırlayırsınız. Əvvəllər bazarlarda geniş istifadə olunurdu. Paltar tikən maşın.